Cəmaatda da rəhmət var. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, az verilən nemətə şükr eləməyən çoxa şükr eləmiş sayılmaz. O nə deməkdir? Yəni sənə az nemət verildikdə şükr eləmirsənsə, çox gələndə eləyirsənsə, sən şükr edənlərdən, şükranlardan sayılmırsan. Sonra deyir ki, insanlara təşəkkür eləməyən Allaha şükr etmiş sayılmaz. Allahın deyir nemətlərindən danışmaq şükürdür. Hətta Allaha şükür edirəm deməsən belə, Allahın nemətlərindən danışırsansa, sən şükr etmiş sayılırsan. Amma bundan danışmağı tərk eləmək isə nankorluq. Sonra deyir ki, "Vəl cemaatu rah." Cəmaat olmaq rəhmət. "Vəl furqatu azab." Amma deyir ayrılığa düşmək isə, firqələri parçalanmaq isə əzabdır. Yəni əzab gözləyir. Necə başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kiçiyimizə rəhm etməyən, böyüyümüzün yerini saxlamayan bizdən deyil. Kiçiyimizə qarşı rəhimli olmayın. Çünki rəhmə daha çox kiçiyin ehtiyacı var ki, böyüklərin, ağsaqqalların qolunun altına girsin, rəhm qanadlarının altına girsin. Böyüyün rəhmə ehtiyacı yoxdur. Böyüyə hörmət ehtiyacı var.